أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين وصلى الله على محمد وآل محمد. إلهي أنتقنا بالهدى والهمن التقوى وفوض أمري إلى الله إن الله بصير بالعباد. السلام عليك يا أبا عبد الله الحسين وعلى أرواح التي حلت بفنائك. عليكم مني ما بقيت وبقي الليل والنهار. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين صلوات الله عليهم ecmaîn. Əziz müminlər, əziz Allah bəndələri, artıq bugün Məhərrəm ayının 6-cı günüdür. Təqribən bugün 5 gün danışmışıq, bugün 6-cı gündür. Hamımızdan son dərəcə xahişim budur ki, bugünkü danışılan ilahi kəlamlara diqqətlə qulaq asasınız. Bəlkə də bu 5 gün danışdığımın əsas mahiyyəti ilə bugün danışdığım sözdən ibarətdir ki, əgər bugünkü sözü təhvil ala bilsək, elə bil ki, 5 gün biz əvvəl-axır burada əyləşmişik. Sözümə başlamışdan əvvəl Həzrət Əmirəl-Möminin Əli əleyhissalamın bir cümləsini xidmətə çatdırım. Əleykumussalam və rəhmətullah. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağənin 31-ci məktubunda bizə xitabən buyurur ki: "İ'tabiru bimə kənə minəl fi'lil madinə qabləkum." Həzrət Əli bizə buyurur ki, Allah bəndələri, sizdən əvvəlkilərin əməllərindən ibrət alın. Yəni, tarix oxuyun da, baxın keçmişə. Sizdən əvvəlkilərin əməllərindən ibrət alın. Və siru fi diyərihim və əsarihim. Onların şəhərlərində və qalıqlarını gəzin. Mənzurun ma fəalu. Baxın, görün, onlar nə etdilər, nə cür yaşadılar, hansı şəraitdə yaşadılar, hansı şəraitdə dünyadan köçdülər. Və əmmən tələqu və əynə xallu nəzalu. Və hardan hara köçdülər və indi harada yaşayırlar. Həzrət Əleyhisselam istəyib bizə bunu çatdırsın. Bu dediyi kəlamların bir fəlsəfəsi o da budur ki, insan keçmiş tarixi yaddan çıxartmayasan. İnsan qarı keçmişim, bilə ki, mən hansı dövrdə yaşamışam, mənim nəslim, ədabətim gedib hara çatır, köçüm hara çatır, kimin nəslinə gedib çıxıram. Keçmişdəki insanlar hansı zaman əsnasında yaşayıblar, hansı şərait əsasında yaşayıblar. Odur ki, Həzrət Əli əleyhissalam oğlu İmam Həsənə deyir ki, oğul, İmam Həsən Müstəba, mən keçmiş tarixi oxumuşam, qədimkilərin tarixini oxumuşam. Onların bütün şəraitlərindən, zamanlarından, onların fərdi ictimaiyyətindən xəbərdarım. Həzrət Əli istəyib bizə çatdırsın ki, insan nə qədər ki o dünyada yaşayırsan 50-70 il, keçmiş tarixi yaddan çıxartma. Quran-ı Kərimin 114 dənə surəsinin birinin adı Qəsəs surəsidir. Yəni dastanlar, yəni tarix. Allah Adəm Peyğəmbərin zamanında nə olub orada açıqlayır, tarix danışır bizə. Yaqub Peyğəmbər hansı şəraitə Peyğəmbərlik eləyib, başına müsibət gəlib, Qissas surəsində danışır Allah Quran-ı Kərimdə. Yunus Peyğəmbərin başına müsibət gəldi, Yusuf Peyğəmbər, Lut Peyğəmbər, Hud Peyğəmbər, 124 Peyğəmbərin başına hansı müsibətlər, məsumların başına hansı müsibətlər də gəldi, hansı şəraitlər yaşadılar, ömür sürdülər, dünyadan köçdülər. Allah Quran-ı Kərimdə bəndisləri bizə açıqlayır ki, insan keçmiş tarixi oxu ki, bilənsən, görürsən, Quran-ı Kərimdə deyilən ad qövmi, hansı cinayəti elədilər, Allah yer üzündən sildi qövmünü apardı. İnsanlar tarix oxuya baxar ki, Səmud qövmi hansı pis əməllərə mürtəkib oldu ki, yer üzündən Allah sildi, torpaq utdu, Quran-ı Kərimdə torpaqları utdu. Heç qəbirləri bilmir hardadır. Əzizlərim, biz əgər tarix oxumasaq, biz əgər keçmişə baxmasaq, biz imamımızı tanıya bilmərik. Biz əgər tarix oxumasaq,
biz Kərbalada kimin haqq və kimin nahaq olduğunu bilə bilmərik. 10 gün məhərrəlinə bir dəfə fürsətdir, ildə düşür adamın əlindən. Mən hər gün tarix danışa bilmirəm, məcburam gündəlik tələbatlı şeylərə danışam. Amma tarixə özümüz əzizlərə vaxt qoyaq. Əgər tarixi keçmişimizi, istər milli, istər dini, keçmiş tariximizi əgər bilməsək, biz zərara uğrayarıq. Mən Əhl-i Beyt Rəhmətullah tarixini oxumasam, mən bilmərəm ki, Kərbalada hansı dəstəri var idi. Mən gərək keçmiş tarixi oxuyam, biləm ki, keçmiş tarixdə, məsələn, İmam Hüseyin Əleyhisselam kimin müqabilində dayanmışdı? Kimlə mübarizə aparırdı? Çünki İmam Hüseyin Əleyhisselam da alnına möhrə qoyurdu. Selamun Aleyküm və Rəhmətullah. Düşmən qoşunda olan şəxslərin hamısı nədir? Alnına möhrə qoyurdu. Ya sən indi burada haqqla batıl təşxis elə, seç. Oradakı da əlin qaldırıb deyir ki, Allah kömək elə, bunları qətlə yetirim. Buradakı da deyir ki, Allah mənə yardım elə, bunları qətlə yetirim. Əgər insan tarix oxumasa, alın möhür izindən Qarabağlıya bu əhəmiyyət kəsb eləmir. Mən gərək tarix oxuyan biləm ki, Kərbəla hansı bu məktəbli ki, aya haqlı ya nahaqdır. Mən gərək tarixi oxuyan biləm ki, Kərbəlada 2 cür namaz qılan var idi. Kərbəlada 2 cür Allaha doylayan var idi. Kərbəlada 2 cür iman sahibi olan vardı. Biri naqis iman idi, biri həqiqi iman idi. Ona görə Əleyhisselam deyir ki, tarixi yaddan çıxartma. Ona görə Allah 114 dənə surənin birinin adını qoyub qəssəs, qissələr, dastanlar, tarix. Niyə? Çünki baxmasan tarixin ibrət almasın. Sonra bu günləri mümkün otursa İmam Hüseyin məclisində alnına möhrə qoyasan, mümkündür, hər imamın qatillərindən bir yerdə ola bilərsən. Ola bilmərik. Niyə görə böyük filosof, alimlərimiz deyiblər, onların sözüdür, mənim sözüm deyil. Deyiblər, hər kəs pis cinayəti, haram işi görərsə, elementər bir misal, zina eləyərsə deyir, və İmam Hüseynin günahında şərikdir, şəhadətində şərikdir, yəni nə? Yəni qətlində şərikdir. Soruşursan filosofdan, mənim dərrakəm yox, nə demək istəyirsən? Deyir, nə demək istəyirəm? Sözümün canı budur ki, İmam Hüseyin Əleyhisselamı kim qətlə yetirdi? İmam Hüseyin Əleyhisselamı qətlə yetirənlər günah sahibləri idi də, yəni günahkarların günahları mürtəkib olduğu üçün gəldi İmam Hüseynin başını kəsdilər. Düz deyil. Yəni təsəvvür et, bir insan nə qədər günah eləyərsə, insan özün o cərgədən hesablayacaq. Bu bir düsturdur, bir fəlsəfədir, bir qayda qanundur. Ona görə gərək biz tarix oxuyaq ki, görək haqq və nahaqqın prinsipləri və təşxis etmə ünsürləri hansılardır. Bilirsiniz, İmam Hüseyin Əleyhisselam Şimr lənətullah əleyhin İmam Hüseyin ağanın ruh bədəndən çıxana qədər heç vaxt Şimrin adını çağırmadı. Bilirsiniz, adını nə çağırırdı? Anasının adını çağırırdı Şimri. Demirdi Şimr. Nə deyirdi? Deyirdi Mərcanənin oğlu. Ya binə Mərcanə. Bilirsiniz niyə? Bu kitabı yazan Seyyid ibn Tavus Kərbəla hadisəsindən sonraki 5 dənə qədər kitab yazılırsa, xurafatsız, bidətsiz bir də Seyyidin kitabıdır. Tərcüm olmuş bir kitabdır. Seyyid deyir ki, o ki İmam Hüseyin Əleyhisselam Şimr, İmam Hüseyin Əleyhisselam ruh bədəndən ayrılana qədər Şimrin adından çağırmalı. Deyir ki, Mərcanənin oğlu. Dəlil bilirsiniz nədir? İmam belə iş görməz. İmam neyliyi? Dəlili sübutu var. İmam onun üçün onu anasının adından çağırırdı ki, İmam Hüseyin Əleyhisselam bu çünki deyir, Şimrin anası Mərcanə deyib çöldü, sustamışdı, bismillahsızdır da, sustamışdı, getib çoban deyir ki, mənə su ver, deyir, müqabilində gərək mən iffət verəsən, abır verəsən, mən sənə su verəm. İmam Hüseyin Əleyhisselam deyir, Seyyid ibn Tavus deyir, mən getdim, araşdırdım, İmam Hüseyin Əleyhisselamın qətlində iştirak edən 20 nəfər şəxslər hamısı zinazadə idilər. Ona görə ağının anasının adı ilə çağırır, dedi ki, o çobanla Şimrə belə gəlib Peyğəmbərin balasının başını kəsdi. Əzizlərim, biz tarix oxumasaq, biz haqla nahaqqı heç vaxt təşxis edə bilmərik. Namaz qılmağa qalsaydı, hamımız namaz qılırıq. Görürsən, biri gedir, aşıqlı toy oynayır, cebindən təsbih möhür düşür yerə. Kərbəla bir məktəbdir ki, bütün ziddiyyətləri fəzilətlə, rəziliylə, yaxşı pislə
Hamısı vardır məktəbdə. Gərək oxuyasan, görəsən insanın nəfsinə, vicdanına, qeyrətinə uyğun olan xüsusiyyətlər ki, fəzilətdir, gərək bunu dərk eləyəsən. Əhl-i Beyt əleyhissalamın hamısı dünyaya bunun üçün gəliblər ki, insan haqla nahaqqı təşxis edə bilərsən. Mən bu müqəddimə danışdığıma sözümün canı var, istəyirəm ora gələm yetişəm. Bu müqəddimə zəruridir, onun üçün bu dastanı danışdım sizin üçün. Həzrəti İmam Rıza əleyhissalam buyurur ki, İmam Hüseynin, İmam-ı Zaman, Ərvəl Fidanın, Allahümmə səllə alə Muhammedin və alə Muhammed və əngili fərəcəhum, nə kimi əhəmiyyəti var ki, deyir, necə ki, günəş keçər buludların arxasına, məsum günəş buludların arxasında olsa belə yenə dünyaya öz nurunu çatdırar, enerjisini çatdırar, istisini çatdırar. Deyir, imam qeybdə olsa belə o buludun arxasında olan günəşə bənzəyir, aləmə öz mərifətin, tövbəsini çatdırır. İmam Rıza əleyhissalam buyurur ki, "Ennel imamətə cüz'un minəd-din." Buyurur ki, İmam Rıza, imamət İslamın dininin üstünlarındandır. Və buyurur ki, "Vəhiyyə nizamül muslimin." Müsəlmanların nizamıdır imam. Yəni nə? Yəni imam deyə bilər mən nə cür müsəlmanam. O mənim nizam olsa məsum imamdır. O deyə bilər həqiqisə yoxsa naqissə. Və salahud dünya. Və bunlar dünyanı abadlıq eləyənlərdirlər. Davamında buyurur ki, və izzul müminin. Möminlərə izzət bəxş eləyən də imamdır. Yəni imamla olsun izzət sahibisən, imamın əksinə çıxsan, zillət sahibisən. Ona görə əzizlərim, bunu bilək ki, biz tarix oxumasaq, biz haqla nahaqqı heç vaxt təşxis edə bilmərik. Danışdığım sözün mahiyyəti istəyirəm gələn bura yetişəm. Ki, əvvəl bir sual ünvanlayayım. Hər kim bilsə cavabını cavablandıra bilər ki, bilirəm yanlış cavab verəcək. Sual. Kərbəla şəhidlərindən biri kim idi? Hürr. Tanıdığımız Hürr-i Dilavər, ya tarix adı ilə desək, Hürr-i Riyah ibn Yazdi. Hürr ki, şəhadətə yetişdi. Onun cənazə namazını kim qıldı? Bilən var? İmam Hüseyin gəlir zehnimə, xeyr. Diqqətlə qulaq asız, mövzunu açıram. Əziz möminlər, əziz Allah bəndələri, Nəuzbillah, mən Hürrün məqamını aşağı salmıram, ha. Hürr Kərbəla şəhidlərindəndir. Hürr o şəxs idi ki, son anda İmam Hüseyin əleyhissalam deyir ki, həlimin nasiri yansurri, mənə kömək eləyəcək bir kəs yoxmu? Bunu deyəndən sonra deyir ki, Peyğəmbərin balası, and olsun Allah ki, özümü cənnətlə cəhənnəm arasında hiss edirəm. Mən olduğum yer cəhənnəmdir, sən olduğun yer behişdir. Oradan çıxdı, gəldi, qoşuldu imamı. Bəhsim buradadır. Mən istəmirəm, bir neçə şey deyəcəm, istəmirəm Hürrün məqamını azaldır, nəuzbillah, yox. Hürr Kərbəla şəhidlərindəndir, Hürr-i Dilavər. Amma istəyirəm bunu diqqətə çatdırım. Görəcəksiniz ki, Hürr imama gec qoşulandan sonra ki, birisi gec qoşuldu da, hansı fəzilətləri əldən verib? Başqa sözlə deyim. O fəzilət ki, insan misal deyirəm bir şeydən ala bilər. Məli məsələdə bugün Məhərrəmin 6-cı günüdür. Bir kəs birinci gün oturub burada, ta 10-cu günə kimi. Kimsə indi Aşura günü gələ gözə görürsən ki, desinlər ki, filan kəs gəlmişdir. Məlum məsələdir ki, bugün məqtəl günü gəlməyinin, 10 gün gəlməyin fəzilətdə fərqi var. İstəyirəm bunu çatdıram ki, Hürr Rızvanullahu Teala, Allah onun ruhunu şad eləsin ki, onun şifayətinə bizim ehtiyacımız var, şey yoxdur burasında. Hürr İmam Hüseyin əleyhissalama gec qoşulduğu üçün bir çox fəzilətləri əldən verdi. Biri bu idi. Hürrün cənazə namazını kim qıldı? Bilirsiniz, Hürr bir qəbilədən deyir ki, çoxlu 304 nəfər adamla gəlmişdi İmam Hüseyin əleyhissalama vuruşmağa, düşmən qoşununda. Yəni Hürrdən başqa bir 304 nəfər onun dostları idi, kənd adamı idi, bizim orada desək. Hürr ki, İmam Hüseyin əleyhissalamın təbliğatından sonra döndü, sonradan döndü, gəldi, dedi ki, cənnət cəhənnəm arasında hissələm, gəldi. Dedi, Hüseyin, mən əvvəlində kəsəm ki, Fəratı sənin üzvə bağladım, suyu sənin bağların üzrə kəsdim,
Ağa icazə ver, mən gelin meydana vuruşum. İlk təkbirə vuruşan kim oldu? Hürr oldu. Getdi, ağadan icazə aldı, tövbə elədi, vuruşdu, 2 şərətə yetişən o oldu. İmam Hüseyin İslam'a dua elədi, onu getdi başının üstünə dedi: "Əntə hurrun fid dunya vel axirə." Sən adın kimi hürsən, azadsan dünya və axirətdə. İşim yoxdur burasında. Cənazə namazını kim qıldı Hürrün? Hürrün cənazə namazın tarixi faktlar göstərir ki, o ki 304 nəfərlə gəlmişdi, düşmən qoşunun dedi. Düşmən qoşunundan bir nəfər gəldi. Dedi ki, bu bizim adamımızdır. Bizə bu gətirib Kərbalaya. İndi sonradan dörüb mühasirədə işim yoxdur. Düşmən qoşunundan onun keçilərindən biri gəldi. Bunun cənazə namazını qıldı. Ən faciəsi bilirsiniz nədir? Ən faciəsi budur ki, o namaz qılan, gəlib qılan, meyyət namaz qılan hürrlər hansı dəstələn idi? Onun imamı kim idi? İmam Hüseyin deyildi ki, onun imamı Yezid idi. Amma Kərbəla şəhidlərinə kim namaz qıldı, meyyət namaz qıldı? Kərbəla şəhidlərinin hamısına İmam Səccad əleyhissalam birbaşa ya onun təyin etdiyi şəxslərlə cənazə namazı qıldılar. Nə olur demir, amma hür, meyyət namazsız yox. Sonra da imam onu götürüb boynuna. Söhbət əvvəldən danışırıq. Gəldi qarşı tərəfdən bir nəfər hürrün adamlarından, düşmən qoşundan gəldi, imama cənazə namazı qıldı, amma Kərbəla şəhidlərinin hamısının ikinci cənazə namazını qıldı İmam Səccad əleyhissalam. Ya özü birbaşa ilə ki, bir nəfəri vasitə tutdu. İkinci fəzilət ki, hür əldən vermişdi, o da bu idi. Kərbəla şəhidlərinin hamısının başları bədənindən ayrıldı da, bütün başları bədənindən ayrıldılar. Bir dənə 6 aylıq əlin yasıqər körpə bala idi ki, və ona ehtiyac yox idi ki, ona qılıncırma. Elə ona ki, şaxılı ox dəyməklə baş bədənindən ayrıldı da. Bütün Kərbəla şəhidlərinin hamısının başın bədənindən ayrıldılar. Hürrün qövmü dedi ki, yox, biz qoymayacaq. Hürrün başı kəsilər, izin vermədilər. Amma bütün Kərbəla şəhidlərinin hamısının başı bədənindən ayrıldı və apardılar Nizədə hara? Yezdin sarayına. İkinci fəzilət ki, hür əldən verdi. 3. Şəhidlərin ki, başları bədəndən ayrıldı. Neçə gün yazırlar? Tarix yazır. 3 gün başsız bədənlər, cəsədlər 3 gün al günün altında qaldı sər halada qomda. Amma hürrün neylədilər? Hürrün qövmü təmtəraqla gəldilər, dəfn elədilər. Elə həmin anda. Təmtəraqla dəfn elədilər. Gələcəm ora. Bu fəzilətlərdən verdi. Dördüncü əldən veri fəzilət bu idi ki, şəhidləri ki, başların bədənlərindən ayırdılar. 3 gün bədənlər başsız qaldı, torpaq altında, qumun altında, isti qumar altında. Ziyarət aşırıda oxuyuruq da, atları çapdılar o başsız bədənlərin üstünə. Hür bundan da məhrum oldu. 5-ci fəzilət ki, hürlərdən verdi, o da bu idi. Bütün Kərbəla şəhidləri hamısı susuz şəhadətə yetişdilər. Hamısı. Ən körpəsi Əli Əsqər idi, ən yaşlısı Həbib idi, Məzahir idi. Hamısı susuz şəhadətə yetişdilər, vuruşdular. Amma hür su məşqində su, düşmən qoşunundan bir anlıq suyunu içdi, aldı, döndü, gəldi, bırak etdi, vuruşdu, şəhadətə yetişdi. Susuz deyildi. Amma bütün şəhidlər hamısı susuz şəhadətə yetişdilər. Bu 5-ci fəzilətdir ki, hür əldən vermişdi. 6-cısı budur. Kərbəla gedənlər bilirlər. Bütün Kərbəla şəhidlər harada dəfn olunubdu? Hamısı İmam Hüseyin ağanın hərəminin birbaşa yaxınlarında dəfn olunubdu. Hür harada dəfn olunub? Hür təqribən bir fərsəx. Kərbəladan onlar bilirlər. Təqribən İmam Hüseyin əleyhissalamın hərəmindən 4-5 kilometr aralıda dəfn olunub. Amma bütün şəhidlər hamısı İmam Hüseyin əleyhissalamdan bu həm dəfn olunubdur. Mən əzizlərim, bu 6 dənə xüsusiyyət ki dedim, bu kiməsə adi gələ bilər. Amma o şəxsi ki tarixi təhlil edir, tarixi axtarış edir, şəxsən mənim özüm üçün bunlar elə bir şey hesab olunmur. Burada bir hikmət var, o da bu hikmətdir ki, məsum imamın əvvəldən onun ətəndən yapışasan, ruh bədənindən çıxana qədər ondan itaət eləyəsən,
bu fəzilətdən son anda gəlib deyəsən ki, ağa qədəmlərin gözümün üstünə, bu fəzilət fərqlidir. Hür bəli Kərbəla şəhidlərindəndir. İmam Hüseyn özü dua elədi başının üstündə, amma Hür gic, Hür Həbibin məzahiri ki, Məkkədən çıxmadı birbaşa gələr, çətin şəraitlərlə, aylarla gəlib çıxar Kərbalaya. Son anda gəldi döndü. Gec qoşulduğu üçün, yəni əgər əvvəldən olsaydı İmam Hüseyn əleyhissalamın xeyməsinin, çadırının, ağanın əbasının altında, onda o bütün fəzilətləri əldə etmiş olardı. Nə demək istəyirəm? İmamdan lazımınca və vaxtında itaat etmək, onun ətərindən yapışmaq lazımdır. Əgər son həddə yapışsaq, onda biz hür kimi çoxlu fəzilətləri əldən vermiş olarıq. Bugün Məhərrəmin 6-cı gündə artıq 3-4 gün vaxtımız qalıb. 6 gündə hərini əldə edə bilməyibsənsə, Allahın öz arında Əhl-i Beyt əleyhissalamın vasitə tutaraq, bu 200 gün sənə bir qənimət olsun. Əhl-i Beyt əleyhissalamın ömrünün son çətinliklərinin son ləhzələridir. Bir neçə dəqiqə zikri müsibət deyim. Bilən bilir ki, mən zikri müsibət deyə bilmirəm, mənim səsim yoxdur. Amma Allah şahiddir ki, son günlərdir, mən də istəyirəm ki, çalışıram ki, mən də hür kimi çoxlu fəzilətləri əldən verməyəm. Dünyasını dəyişən bacı qardaşlarımız var, Allah onların ruhları şad eləsin. Hədisimizdə elə şəxslər vardır ki, bacılarını itiriblər, qardaşlarını itiriblər. Allah xanım Zeynəbin İmam Hüseyn əleyhissalamın ehtiramına xatir onların ruhları şad eləsin. Allah heç bacı qardaşı çətin günündə səbirsiz əldən buraxmasın. Düşübsən xanım Zeynəbin dilindən də İmam Hüseyn əleyhissalama. 2 dəqiqə qulaq olsun, mənə sözü bir təhlil verirəm. Düşübsən qanlı çuxura, əcəb məstanə ya Hüseyn. Xanım Zeynəb İmam Hüseyn əleyhissalama deyir. Düşübsən qanlı çuxura, əcəb məstanə ya Hüseyn. Dağılmış peykərin qanı axıb meydana ya Hüseyn. Ya Hüseyn, cənazən üstə gəldim ta sənə ağlayam qardaş. Yollam zülfü pərişanı, sinəmi dağlayaram Hüseyn. Hüseyn, və lakin fürsətim yoxdur, yaradı bağlayam qardaş. Sən ana şimr, aman verməz məni nalana Hüseyn. Sən ana şimr, aman verməz məni nalana Hüseyn. Tarixçilər şairə bir şeir beyt yazıblar. Mahiyyəti bundan ibarət ki, deyir xanım Zeynəb çox son vaxtlarda gəldi İmam Hüseyn əleyhissalam başının üstünə. Amma tarix faktlar onu demir. Tarix faktlar deyir ki, əvvəl İmam Hüseyn əleyhissalam əvvəl qan damcısında xanım Zeynəb qətligahda idi. Xanım Zeynəb çuxur yerdə idi. O zaman ki İmam Hüseyn əleyhissalam o qədər zərbə dəyib düşüb çuxur yerə, 2 dəqiqə bırakılaq, su kifayət düzdür. İmam Hüseyin əleyhissalam düşüb çuxur yerə, görürsünüz nə oldu? Allah bunu deyib. Allah bunu desəm, görürsən, razıyam. İmam Hüseyin əleyhissalam düşüb çuxur yerə. Xanım Zeynəb getdi qardaşının üstünə. O qədər ah-nalan elədi. İmam Hüseyin əleyhissalam bir huşdan özünə gəldi, dedi, bacı. Bacı, get, qayıt. Təzdən yenə İmam Hüseyin əleyhissalam bir huş oldu. Xanım Zeynəbini ağlamağa götürdü, dedi, bacı, yenə özünə gəldi, dedi, bacı, nə qədər şiir gəlməyib, bacı, qayıtdılar. Dedi, bacı, bunlar namərddirlər, ha, bunlarda həya, iffət yoxdur, bacı. Deyib, xanım Zeynəb yenə İmam Hüseyin ayrılmadı. Hiss elədi xanım Zeynəb, kimsə bunun başının üstünə dayanıb. Elə oradaydı ki, Şimr lənətullahi əleyh taziyanı ilə, qamçı ilə xanım Zeynəbi beldən vurdu. Bilirsiniz, yenə xanım Zeynəb İmam Hüseyin əleyhissalamın ayrılmadı. Mən burasını deyə bilmərəm, burasını göstərə bilərəm, ancaq tutdu belə, attı o yana. Sonra bilirsiniz, namərd, Şimr namərd neynədi? Çəkmə ilə Şimr gəldi, çıxdı, İmam Hüseyin əleyhissalamı çıxdı sinəsinin üstünə. Peyğəmbər öpən sinənin üstünə çəkməsi ilə çıxdı.
Burasını deyim kifayət edirlər. O zaman ki xanım Fatıma Zəhranın rafasahu qarnına təpik vurdular. Ha qarnında böhsümü sidik oldu. Oğlu İmam Hüseyin Aleyhisselam'ın Kərbəladır İmam Hüseyin Aleyhisselam'ın qarnına rafasahu Şimr Nəyatullah təpiklə vurdu. İmam Hüseyin Aleyhisselam'ı təpiklə çevirdi. Allah bunu deyim ölürsem razıyam. Çevirdi təpiklə İmam Hüseyin Aleyhisselam'ı. Əli vaxtı tuttu saqqalında. Xanım Zeynəb'in gözündə vurdu zərbəni onun boynuna. Sallallahu aleyke ya Ebu Abdullah. Ve alar muhalleti ellezî Allah